Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Forum gələcəyin Qarabağı üçün birgə addımlar konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi dövlət özəl sektor əməkdaşlığını gücləndirmək, gəncləri Qarabağa yönləndirmək, onların regiona olan marağını artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək olub. Forumda müəllim heyəti də daxil olmaqla ümumilikdə 200-dən çox iştirakçı yer alıb. Qarabağ Təqaüd proqramının təsis olunması forumun əsas nəticələrindən biri olub. Bugün yenə də konseptual olaraq biz universitet olaraq, yəni bizim tərəfdən Elm və Təhsil Nazirliyi olaraq, universitet olaraq hansı istəklərimiz var, onu səsləndirdik. Biznes qurumları da öz növbələrində öz gözləntilərini və öz imkanlarını səsləndirdilər. İnanıram ki, bu istəklər və imkanlar təbii ki, kəsişəcək gələcəkdə. Növbəti ildə Qarabağ Universitetinin tələbə sayı artıq 2 dəfədən çox artacaq. Yəni, ötən ildən daha çox tələbə gözləyirik. Aparıcı özəl müəssisələr, tələbə təqaüdləri ilə bağlı bilirsiniz ki, müəyyən razılaşmalar imzalandı. Ən azı 350 nəfər tələbənin bu elə ilkin saydı. Mən əminəm ki, bu say dəfələrlə artacaq. Yəni, burada əsas məqam ondan ibarətdir ki, Qarabağ Universiteti bir iştirakçılıq tələb edir və bizim özəl sektorumuzda bu layihənin bir parçası olmaq istəyir.